Hə, köhnələr. Deyirəm yadınızdadır. Vaxt var idi, belə gələrdik bu Nərimanov heykəlinin yanına. Özdə qalxardıq bax bu hissəyə. Ki buradan canla başla baxın. Orada olan salutu müşahidə eləyək. Yadınızdadır. Onda hələ ki bax bu binalar burada yox idi. Yəni bizim gözümüzün qabağı açıq idi. Böyük bir məmnuniyyətlə, keyflə baxırdıq salutu özümüz üçün bax buradan. Bilirsiniz, belə deyək də, bu Nərimanov heykəlinin yanında əgər dayanmışamsa, bir günah olardı, hələ Nərimanov haqqında da neysə deməmək. Nəriman Nərimanov bizim çox görkəmli bir Azərbaycanlılarımızdan biri olub. Bu adam özlüyündə hələ bil ki, bir neçə istedadı birləşdirib. Həm çox yaxşı bir yazıcı olub. Yəni Bahadur və Sona, Nadir Şah, həm gözəl dramaturq olub. Onun Pir piyesası çox məşhurdur. Yəni ki, Türk dünyasında, hətta Avropa ölkələrində də yəni tanınmış bir əsərlərdən biridir. Həm də bu adam baxmayaraq ki, Sovet hökumətinə qulluq eləyib, Sovet hökumətinə qulluq edə heç vaxtı, yəni öz Azərbaycanlılığını unutmayıb, öz xalqı üçün də çox böyük işlər görüb. O, məsələn, bilməyənlər indi bilsinlər də, bu adam həmişə Stalinin, o vaxtı Mikoyanın, Mirzoyanın, Sergu Orconikidze'nin ideyalarına qarşı olub. Söhbət gedir konkret olaraq mərkəzləşmə ideyasından. Yəni Nərimanov o cür adam olub ki, hansı ki həmişə onun tərəfdarı olub ki, bütün Sovet respublikaların xalqları öz milli mənəviyyətini, mədəniyyətini, dilini, ədəbiyyatını itirməsinlər. Stalin isə ətrafında olan o bir-iki dənə şakallarla həmişə bunu çalışıb boğmağa. Hətta mən sizə bir dənə bir söz deyim. Yəni bilirsiniz də, Nəriman Nərimanov o vaxtı Narodni komissar olub. Yəni ki, belə deyək də, Azərbaycanın böyüyü olub bir period. Başa düşürsünüz? O zaman belə bir söhbət olub. O vaxtı bir dənə də Narodni komissar var idi, xalq komissarı. Hələ bil ki, indiki müdafiə naziri deyəkmi, nə bil, belə bir, bu tipli bir şey. Əli Heydər Qarayev. Bax, bu Əli Heydər Qarayev konkret olaraq, yəni Stalinin adamı idi. Ermənilərlə zadına oturdur eləyən adam idi. O vaxtı, o söhbət qalxanda ki, o Qarabağı, deyək, avtonomiyadan, nə bilim, onda avtonomiya söhbəti var idi, yox idi. Bilmirəm, mən tarixçi deyirəm, bu incəlikləri bilmirəm. Amma o zaman bilirəm ki, bu söhbət qalxmışdı ortaya ki, Qarabağ verilsin Ermənistana. Onda da ki, Nəriman Nərimanov, Allah ona qəni-qəni rəhmət eləsin. Bilirsiniz nə demişdi ona? Və mən çox üzr istəyirəm. Bu bir çəkilişdir. Düzdür, buna çox adam baxacaq. Bəziləriniz məni qınayacaqsınız. Amma xahiş eləyirəm, indi uşaqlar varsa çəkilsin ekranlardan qırağa, qadınlardan damsından dönə-dönə üzr istəyirəm. Necə var, necə o deyib, elə də deyəcəm. Əli Heydər Qarayeva Nəriman Nərimanov demişdi ki, Azərbaycanın torpağı sənindir, götündür ki, sən kimə istəyirsən, onu verəsən. Yəni, belə kişi olub. Sonra bir dənə də hadisə olub, o vaxtı Türkiyədə Mustafa Kemal Atatürkə, yəni Türkiyə üçün müəyyən bir məbləğ lazım olub, pul məbləği. Bundan rica eləyib ki, borc ver, bir dost kimi, bir müsəlman kimi, nə bilim, bir türk kimi. Halbuki Nəriman Nərimanov onda kommunist idi, ya narkom idi. Nəriman Nərimanov onun üçün o məbləği təşkil eləyib. Təşkil eləyib və deyib ki, bu borcdur. Türk Türkdən deyir, borc olmaz. Türk Türkə dəstək verər. Bax, bu cür adam olub o. Əfsuslar olsun ki, o vaxt onun torbasını tikdilər. Yəni 1870-ci ildə Azərbaycanda bu anadan olub, rəhmətə gedib, daha doğrusu rəhmətə gedməyib, bunu öldürüblər, zəhərləyiblər. 1925-də
Rusiyada. Dəqiq yadımda deyil. Ya Vladikavkazda olub bu hadisə, ya da ki Moskvada. Özdəki bunu zəhərləyiblər dolma ilə. Yeyib içməkdə, həmin yeyib içməkdə Sergo Orjonikidze olub və Yosif Stalin olub. Yedizdiriblər ona zəhərli dolmanı, o ilə də bu cürünə görkəmli adamın həyatına son qoyublar. Allah ona qəni-qəni rəhmət eləsin. Bilməyənlər bilsin ki, Nərimanov hal-hazırda Moskva şəhərində Qırmızı meydanda dəfn olunub. Qəlbdən qəlbə bu qədər.